Abşeron rayonunda 2000-ci il təvəllüdlü Abdullah tanışı Qasıma qarşı quldurluq edib. Abdullah 9 dekabr 2023-cü ildə saat 22 radələrində Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Səttar Bəhlulzadə küçəsində məhəllədə əvvəllərdən tanıdığı 1995-ci il təvəllüdlü Qasımla rastlaşıb. Abdullah Qasımın idarə etdiyi BMW 318 markalı avtomobilə əyləşərək Abşeron rayonunun Saray qəsəbəsində yerləşən köhnə qəbirstanlığın yaxınlığına sürdürüb. Orada tamah niyyəti ilə xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qasımın həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı ona basqın edib. Abdullah yumruqla Qasımın sifətinə vurub və 5200 manat dəyərində olan BMW 318 markalı minik avtomobilini ələ keçirib. Hadisəni törədən Abdullahın barəsində Cinayət Məcəlləsinin 181.2.4-cü xeyli miqdarda əmlakı əldə etmək məqsədi ilə quldurluq törətmək maddəsi ilə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Abdullah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərər çəkmiş Qasım onun qonşusu olub və aralarında yaxşı münasibət olub. Qasımı qardaşı Tural ilə dost olmuşam. Qasımın pula ehtiyacı olduğundan ona 2000 manat pul verərək köməklik etmişəm. Qasım özünə maşın aldı, maddi vəziyyətini düzəltdi. Lakin mənim pulumu qaytarmadı. Qasımla görüşdüm, ona maşın almasına baxmayaraq uzun müddətdir pulumu qaytarmadığını dedim, pulumu tələb etdim. Qasım da pulu qaytaracağını bildirdi. Həmin vaxt biz dalaşdıq. Bundan sonra hadisə yerinə gedərək yenidən dalaşdıq və bir-birimizə vurduq. Ondan maşını götürərək saxlamağımı istədi. 2-3 gün ərzində pulu qaytaracağını və sonra maşını götürəcəyini söylədi. Mənim nə maşını, nə də maşında olan hər hansı əşyanı götürmək niyyətim olmayıb. Polisdən zəng gələn kimi maşını apararaq qaytarmışam. Polis zəng edənə qədər qaytarmamağımın səbəbi Qasımla aramızda razılaşmağımız olub, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, o işləməyib, aylıq 2220 manat pensiya alıb. Qasıma 2000 manat pulu hadisədən 2 il əvvəl vermişəm. Qasımın pulu qaytarmaması ilə bağlı heç bir yerə şikayət etməmişəm. Sadəcə Qasımın qardaşına söyləmişəm. Qardaşı da bizim özümüzə aid məsələyə olduğunu bildirdi. Qasım taksi fəaliyyəti ilə məşğul olub, mən həmin gün Qasıma zəng etdim. Onu Binəqədi rayonu Quşçuluq massivinə aparıb bilib-bilməyəcəyini soruşdum. Qasım da cavabında maşında ailə üzvləri olduğunu, apara bilməyəcəyini dedi. Mən də problem olmadığını bildirdim və başqa taksi ilə getdim. Həmin ərazidə Qasımla rastlaşdım. Maşında ailə üzvlərinin deyil, başqa şəxsin olduğunu gördüm. Qasımdan mənə borcu olduğu halda niyə məni aldatdığını, qaçdığını soruşdum. Biz mübahisə etməyə başladıq. Bundan sonra Qasıma maşını qəbirstanlığa sürməyi, orada mübahisəmizi davam etdirməyi təklif etdik. Ətrafda yaşayanları narahat etməmək üçün qəbirstanlığa getdik. Maşından mən və Qasımdan başqa heç kim olmayıb. Qasıma yumruq vurmuşam, Qasım da məni vurub. Biz dalaşdıqdan sonra Qasım maşını mənə verməyi təklif etdi. Maşının mənim həyətimdə qalmasını istədi. Bir həftə və ya 10 gün ərzində pulu qaytardıqdan sonra maşını götürəcəyini bildirdi, deyə o ifadəsində göstərib. Abdullah bildirib ki, həmçinin maşını verməyi ilə bağlı Qasım problem yaratmayacağını deyib. Biz razılaşdıqdan sonra Qasım mənimlə deyil, taksi ilə getdi. Mən də Qasımın maşını sürərək Binəqədiyə getdim. Mənim sürücülük vəsiqəm olmayıb, maşını apararaq həyətimdə saxlayacaqdım. Mən Binəqədiyə əmi
oğlugilə getdim. Maşını da onların həyətində saxladım. Oraya hansı saatda getdiyimi xatırlamıram. Polisdən zəng gəldikdən sonra maşını Binəqədidə bir yerə apararaq saxladım və polisə həmin yerə gedərək götürmələrini bildirdim. Mən maşından maqnitofon götürmüşəm. Qasım əvvəldən həmin maqnitofonu mənə hədiyyə edəcəyini bildirmişdi. Qəbirstanlıqdan çıxaraq mənə verdi. Mən maqnitofonu Kamran adlı dostuma hədiyyə edəcəkdim. Kamran Masazırda yaşayır. Maqnitofonu heç kimə satmamışam. Qasımla razılaşmalarımıza baxmayaraq Qasımın məndən şikayət etməsinin səbəbini bilmirəm. Mən Qasıma 2000 manat pul borcu verdiyimi onun qardaşı Tural və digər ailə üzvləri, həmçinin öz dostum Rəvan bilir. Maşını götürməkdə məqsədim Qasımın pulunu qaytarması olub. Mən özümü yalnız Qasımla dalaşdığım üçün təqsirli bilirəm. Mən özüm də xəsarət almışam, dişim qırılıb. Lakin bu barədə şikayət etməmişəm. Mən ikinci qrup əliləm. Əvvəllər Qasımla mübahisələrim, münasibətlərim yaxşı olub. Onunla düşmənçiliyim və ya ədavətimiz olmayıb, deyə təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə belə yekun vurub. Məhkəmədə təqsirləndirilən Abdullahın ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırki ifadəsi arasında ziddiyyətlər müəyyən edilib. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, anası və nənəsi ilə birlikdə Xırdalan şəhəri quşçuluq yaşayış masivindəki evlərində yaşayıblar. Subaydır, ikinci qrup əlildir və buna görə də işləmir. Zərər çəkmiş Qasımı 7-8 il olar ki, qardaşı Turalın vasitəsilə tanımışam. Biz hər ikimiz qonşuluqda olan məhəllədə yaşayırıq. 2023-cü ilədək onlarla münasibətimiz yaxşı olub. Həmin gün saat 21:30-da yaşadığım evdə olarkən Qasıma zəng edərək məni öz maşını ilə Binəqədi şosesi Söyüdlər məhəlləsində yaşayan qohumlarım gilə aparmasını xahiş etdim. Qasım da ailə üzvlərinin maşında olduğunu və maşının nasıl olduğunu bildirdi. Məni apara bilməyəcəyini söylədi. Bundan sonra evdən küçəyə çıxdım və taksiyə minib qohumlarım gilə gedərəkən Qasımın avtomobili ilə küçədə dayandığını, avtomobilin içərisində 4 nəfər olduğunu gördüm. Taksini saxladaraq yola saldım. Qasımın maşınına yaxınlaşaraq məni nə üçün aldatdığını dedim. Maşında olan tanımadığım şəxsləri yerə düşürdüm. Özüm qabaq oturacaqda əyləşdim. Dərhal yumruqla Qasımın sifətinə bir yumruq vurdum. Aramızdakı narazılıqla bağlı söhbət etmək üçün maşını saray qəbirstanlığına yanına sürməsini tələb etdim. Qasım isə həmin yerdə söhbət etməyimizi xahiş etsə də ona qarşı çox acıqlı olduğum üçün təklif maşını saray qəbirstanlığına sürməsini tələb etdim. O da sürdü. Həmin yerə çatdıqdan sonra da avtomobilin açarını götürdüm və Qasımı yumruqla vuraraq yerə düşməsini tələb etdim. Qasım da yerə düşdükdən sonra maşından yerə düşürdüm və sükan arxasında keçmək istəyəndə Qasım yenə mənə yalvardı. Maşınını ona qaytarmağımı söylədi. Mənim sükanın arxasına keçməyimə mane olmağa çalışdı. Mən də yumruqla onun sifətinə bir zərbə vurdum və maşını sükan arxasına əyləşdim. Qasıma maşınını geri almaq istəyirsə 2000 manat pulu verməsini tələb etdim. Həmin vaxt cibimdə olan istifadə etdiyim bank kart nömrəsini Qasıma dedim. Pulu həmin kart hesabına göndərdikdən sonra gələrək maşını apara biləcəyini söylədim, deyə Abdullah ifadəsində
göstərib. Abdullah qeyd edib ki, daha sonra maşını sürərək Binəqədi rayonu istiqamətində hərəkət etməyə başlayıb. Bir neçə saat həmin avtomobillə Binəqədi rayonu ərazisində gəzdikdən sonra Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları mənə zəng etdi. Qasımın məndən şikayət etdiyini, yəni onun maşınını əlindən aldığımı bildirdilər. Qasımın maşınını götürmədiyimi söylədim. Polis əməkdaşı da bölməyə gələrək izahat verməyimi tələb etdi. Sonra gedərək izahat verəcəyimi dedim, telefonu söndürdüm. Bundan sonra polisin məni və maşını axtaracağını hiss etdim. Qasımın maşınını Binəqədi qəbristanlığının yanına sürərək orada kimsəsiz yerdə saxladım. Maşının salonundakı maqnitofonu əlimlə dartaraq yerindən çıxardım. Sonra salondakı kiçik yük yerini, arxa yük yerinin və mühərrik hissəsini açaraq özümlə götürmək üçün hər hansı qiymətli əşya axtarmışam. Lakin münasib heç nə tapa bilmədim və maşını Binəqədi rayonu Fövqəladə Hallar İdarəsinin inzibati binasının yaxınlığına sürərək orada saxladım. Maşındakı maqnitofonu götürərək əynimdəki göstəricinin altında gizlətdim. Saat təxminən 6 radələrində oradan taksi ilə Xırdalan şəhərinin yaşadığım evə getdim. Maqnitofonu həyətdəki göyərçin damında gizlətdim. Ertəsi gün həmin maqnitofonu gizlətdiyim yerdən götürərək Xırdalan şəhəri Park yaşayış kompleksinin yaxınlığında küçədə dayanan tanımadığım taksi sürücüsünə 50 manata satdım və əldə etdiyim pulu həmin gün şəxsi ehtiyaclarıma xərclədim. Həmin vaxtdır mənim yanımda başqa heç kim olmayıb, tək olmuşam. Həmin avtomobildən bir ədəd maqnitofondan başqa heç nə götürməmişəm deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş qismində ifadə verən Qasımın sözlərinə görə onun Abdullaya cəmi 500 manat borcu olub. Borca görə maşımı Abdullaya vermişəm və borcu qaytardıqdan sonra maşını geri alacağımı bildirmişəm. Abdullah maşındakı maqnitofonu və bəzi hissələri söküb, buna görə aramızda mübahisə yaranıb. Mən də şikayət etmişəm deyə o ifadəsində göstərib. Daha sonra zərər çəkmiş şəxs ifadəsinin davamında göstərib ki, əslində hadisə başqa cür cəryan edib. Hadisə günü Abdullah mənə zəng etdi, onu bir ünvana aparmağımı xahiş etdi. Mən də həm aparmaq istəmədiyim, həm də maşın xarab olduğu üçün Abdullaya onu apara bilməyəcəyimi, evə getdiyimi bildirdim. Bundan sonra evə çatana yaxın Abdullah qabağımı kəsdi, evə getmədiyim və maşını işlədiyim halda onun dediyi ünvana niyə aparmadığımı, aldatdığımı soruşdu. Məni vurdu, maşına mindi. Həmin vaxt mənim maşınımda bir sərnişin də olub. Lakin həmin şəxs maşından düşərək getdi. Abdullah maşına mindikdən sonra maşını sürməyimə göstəriş verdi və yolu göstərərək Saray qəbristanlığına getdik. Qəbristanlıqda dalaşdıq. Abdullah məni vurdu, maşını götürərək getdi deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Abdullah 8 il müddətinə azadlıqdan məhrum edilib.